Hicab narahat eləyir, çılpaqlaşma narahat eləmir. Da bu illəri həddən artıq iyrənc cavan qızlar artıq göbək hamısı çöldədir. Bu ilin modudur. Gələn il tamam çılpaqlaşacaq. Bu görəsən bizi fəsada aparmır. Bundan dindar baxır Quranla uyğun gəlmir, narahat olur. Bunu demək niyə nöqsan olsun? Demək niyə narahat olsun? Axı qoy deyək bu millətimiz məhvə doğru getməsin. Niyə Gürcüstan xristiyan ölkəsidir, Rusiya xristiyan ölkəsidir, Gürcüstan vətəndaşları gəlir bizlə ziyarət etmək, hicablı xanımların şəkilləri pasportda, Rus vətəndaşlarının hicablı şəkilinə icazə var, amma niyə bunun qadının hüququ, əgər dağ yahudilərinin hüququ bu tolerant ölkədə qorunursa, niyə mənim xanımım hicablı şəkil çəkdirmək icazəsi olmasın? Bu ona olunan zülüm deyilmi? Haqqı əlindən alınmaq deyilmi? Subhanallah.